Deməli, belə bir sualın izahına baxaq. Bizə yenə paralel belə 2 dənə xətt veribdir. 100 dərəcəni verib və alfanı istəyir. Həmçinin bu bucaqlar, yəni burada 2 bucaq bir-birinə bərabərdir və buradakı 2 bucaq bir-birinə bərabərdir. Mən bura bir x desəm, x bucağı, o zaman burada bir x bucağı olacaq. Və bura bir y bucağı desəm, onda burada bir y bucağı olacaq. Burada u qaydasına görə, baxın, belə bir u qaydasına görə, bu 100 dərəcəli bucaq, buradakı 2x bucağı və buradakı 2y bucağının cəmi 360 dərəcəni verəcək. Onda 100 dərəcəsi buradadırsa, yerdə qalır 2x-la 2y-in cəmi 260 dərəcə eləyəcək. Hər tərəfində 2-yə bölsə, onda x üstə y bucağı 130 dərəcə olacaq. Yəni, buranın cəmi 130 dərəcə olmuş olacaq. Və buradan yenə belə 4 bucaqlı əmələ gəlib. Bu 4 bucaqlının daxili bucaqlarının cəmi 360-dır. Əgər burası 130 dərəcədirsə, bura 100 dərəcədirsə, eləyir 230, onda alfa bucağına da düşəcək 130 dərəcə. Yəni, cavab B variantı.